videosunu görmək istəyirsinizsə, videonu bəyənin və ən əsası kanala abunə olun. Salam değerli izleyiciler, hoş gördük her birinizi. Ceyranboydan salamlayıram. Bütün xeyriyyətçi Azərbaycanımın mərd insanlarına Ceyranboydan qucaq dolusu salamlarımız var. Gözəl izleyicilerimiz, danışdım ki, Ceyranboyda bir bacımız bizə müraciət eləmişdi. Onun üçün ərzaq alıb aparırıq. Çox sağ olsun, değer veren kardeşlerim. Allah sizləri var eləsin. Statusumla paylaşdım. Çok sağ olsun güzel kardeşlerimiz. Pul göndərdilər. Mən də bu günlərim 3 tane ailəni sevindirməyə qərar verdim. Gördüğünüz kimi almışıq ərzaqlarımızı. Cəm şəkildə 410 manat ərzaqa pul vermişik. Gözəl izləyicilərimiz. Deməli, Lənkəranlı Natiq qardaşıma öz minnətdarlığımı bildirirəm. Allah cibinə bərəkət versin. Və Şəmkirli Elnur qardaşım 500 rubl göndəribdi. Lənkəranlı Natiq qardaşımız 1000 rubl göndərib. Təşəkkür edirəm. Ağcabərdili Beyrək qardaşım 1000 rubl göndərib. Şəki rayonunun Kiçik Dəhinə kəndindən adını çəkilməyini istəmir. Gözəl qardaşımız 2000 rubl göndəribdi. Sabirabadlı Elnur qardaşım 1000 rubl göndəribdi. Təşəkkür edirəm. Və mənim gözəl dostum, qardaşım Ramin qardaşımız 1000 rubl göndəribdi. Allah 1000 əvəzini versin. Və Hacı Salih qardaşım, öpürəm səni. Allah qazancına bərəkət versin. Hacı Salih qardaşımız 2000 rubl göndəribdi. Və Ceyranboylu qardaşımız adını çəkilməyini istəmir. 1000 rubl göndəribdi. Və mənim gözəl bacım, xeyriyyətçi bacım, Çimnaz bacımız 1000 rubl göndəribdi. Allah 1000 əvəzin versin. Və Ufa şəhərindən gözəl dostum, qardaşım, Allah sənə uzun ömür, can sağlığı versin. Ufa şəhərindən Qabil qardaşımız 2000 rubl göndərib. Gürdəmirli qardaşım, öpürəm səni. Və Beyləqandan Yasin qardaşım, təşəkkür edirəm. Allah cibinə bərəkət versin. Beyləqandan Yasin qardaşımız 50 manat göndəribdi. Davud əmim, gözəl ağsaqqal, öpürəm səni. Allah qazancına 1000 əvəzini versin. Davud əmimiz 2000 rubl göndəribdi. Allah canını sağ eləsin. Xala nəvəsi, mənim gözəl halam nəvəsi, Mahir qardaşım 5000 rubl göndəribdi. Bütün izləyicilərimizin hər birindən xahiş edirəm, hər ağızda bir dua var. Allah Taala, gözə görünməz Allah Taala elədiyin yaxşılıqları Mahir qardaşım qarşına çıxarsın. Gözə görünməz Allah sənə bir evlad nəsib eləsin. Amin inşallah. Və mənim gözəl dostum, qardaşım, elə səni Hind arxından salamlayırıq, Hind arxına. Allahın izni ilə Samir qardaşımızı canlı şəkildə gedib görəcəyəm. Hind arxılı Samir qardaşımız 500 rubl göndəribdi. Allahın izni ilə Samir qardaşımız Azərbaycandadır, gedib görüşəcəm. Gözəl izləyicilərimiz cəm şəkildə 20.000 rubl və 50 manat pul gəlibdi. 410 manatlıq ərzaq almışıq. Orada qalan 40 manatın, 20 manatın maşınıma yanacaq vurmuşam. 10 manatın Mayor Xıdırov, gözəl qardaşım, Rövşən qardaşımızın adından da bütün izləyicilərimizin hər birini salamlayıram. 10 manatı Rövşən qardaşımıza sigaret pulu, 10 manatı da mənə sigaret pulu. Təşəkkür edirəm. Allah qazancınızı bol eləsin. Videomuzu xahiş edirəm. Sona qədər izləyin və kolxozun layıqını verin. Xeyli tərəfdar sənə dəstək olub Azərbaycan. Ağcabədi, Masallı, Xan, Lənkəran, Gəncə, Şəmkir köməyin edibdir hər an. Bütün bölgələr olub həmkar sənə, bütün bölgələr olub həmkar sənə. Sənə xəqani tərəfdarlıq edirik, biz də sözlə köməkdarlıq edirik. Xalq adından minnətdarlıq edirik. Bu işlərindən əlaqədar sənə, bu işlərindən əlaqədar sənə. Xəqani Məmmədov xeyirxah insan, bu işdə var xeyri tərəfdar sənə.
Ordumuz fəxirdir Azərbaycana. Onlar hər gün qan udurur düşmana. İnşallah Elməddin gələr ünvana. Oğlum Elməddin qayıdar ünvana. Güc gələnməz həsrət intizar sənə. Güc gələnməz həsrət intizar sənə. Xəqani Məmmədov xeyirxah insan. Gör nə qədər vardı tərəfdar sənə. Gör nə qədər vardı tərəfdar sənə. Gözəl izləyicilərimiz, bax bu bacımız bax burada qalır, gördüyünüz daxalda. Selamünaleyküm. Hoş gördük. Nasılsın? Salam bacı, nətərsin? Sağ olun. Gözəl izləyicilərimiz, gəldik, çatdıq Ceyranboyda. Bura hara gedir? Kəpənəkli. Kəpənəkli kəndində təzə məhəllələrdə bax bu bacımız və bu qardaşımız, bir dənə də xəstə övladları var. Allah şəfasını versin. Çox sağ olsun. Statusda bir dənə video paylaşdım. Video rolik paylaşdım. Gözəl qardaşlarımız, bacılarımız kömək elədilər ki, o bacımızın ərzaq alı var. Allah razı olsun. Allah Sağ olun, sağ olun. Allah çünki yardım eləyir, Allah qazancına bərəkət versin, Allah ruzisini bol eləsin. Mənim də nəvəmin biri Chevron işlişdiyi yerdə yatır. Ona görə də bilirəm ki, pampesdən istifadə edirsiniz. 6 nömür bir blokda pampes almışam. Qardaş, bir dənə kömək elə falan. Başına da. Hətdən altda olur. Ay sağ ol. Bacımın içində maləkli də var. Göy toyuq da var. Onları aladenliyə qoyun. Bütün meyvələrdən almışıq. Kartoflu, soğanı, hər bir şey almışıq. Şirin ağızla yiyin. Allah xəstə balamıza da şəfa versin. İnşallah yaxşı olar. Allah bütün xəstələrimizə şəfa versin. Və bizim kanalımızda neçə illərdir. Mənim xalam nəvəsi var. Neçə illərdir ehtiyacı olan insanlara gücü çatan yardımı eləyir. Allah canı sağ eləsin. Və sizdən də xahişim budur ki, o qardaşımıza, Mahir qardaşımıza dua eləyin. Allah da ona bir evlat versin. İnşallah, amin Allah. Allah kömək olsun. O ki, bugün gündə mənə balamı sevindirdi. Allah özü razı olsun. Amin. Arzusuna diləyən Allah tez çatdırsın. Amin inşallah. Allah evladı olmayan bacı və qardaşlarımıza gözə görünməz Allah Taala evlad nəsib eləsin. Amin. Uşaq evdədir. Mamamgil də özüm beləyəm deyə, özüm evdə baxam. Maması baxır. Başa düşdüm. Allah özü kömək olsun. Allah özü şəfasını versin. Yaxşı olar inşallah. Götürün, yığın evə. Əti dünən axşamdan çox gözəl başısa. Yığın evə halı deməyə qoyun. Xarab olmaz. Şimdi sağ ol. Allah qardaşlarına məhsul eləsin, balaları sağ ol. Sağ olun. Deməli, gözəl izləyicilərimiz görürsünüz də bax, daş, zibillik daş tökülüb bura. Bax bu daşlardan yığıb bu qardaşımızla bu bacımız bax bu bir dənə otaq daxalı burada yaradıbdılar. Özdə işığı oradan çək rövşən. Bax işıqları belə yoxdur. İşığı qonşu təmənnasız, qonşu öz sotçikinə qoşub, qonşu öz evindən bax bu qardaşımıza, bu bacımıza
işıq verir. Allah Yəni ondan təmənnasız Allah o qonşunun da canını sağ eləsin. Olar ki, onlar videomuza baxar. Çox sağ ol. Minnətdarlığımı bildirirəm öz adımdan və kanalımızda olan xeyirxah insanların adından sənə öz minnətdarlığımı bildirirəm. Nə işığı yox, nə qazı yox. Bax gördüyünüz kimi Suyumuz bu da ailə burada borcundan yaşayır. çəkmişik. Sağ olsun, Allah kömək olsun. Valla fani dünyada yaşayırıq ay bacı. Heç kim özü ilə var dövlətin aparası deyil. Heç kim özü ilə malın mülkün aparası deyil. Valla bu dünyadan ancaq etdiyimiz yaxşı əməlləri, pis əməlləri aparır. Allah pis əməlləri bizlərə qismət eləməsin. Allah hamıya yaxşı əməllər qismət eləsin. Allah heç bir kəsə də vaxtsız ölüm qismət eləməsin. Çox sağ olsun, Allah canı sağ eləsin. İnşallah Allahın izni ilə mən bu ailəyə yenə nə lazım olsa yardım, qardaşlarıma, dostlarıma, Rusiyada yaşayan Azərbaycanlılarıma güvənib bu söz deyirəm. İnşallah yaxın günlərdə qardaşımız ata olacaqdır, bacımız da ana olacaqdır. Bilirsiniz də, xərc lazım olur. Allahın izni ilə sizə bax, o barədə də köməklik edəcəyik inşallah. Allah hər birinizdə kim köməklidir, Allah balasını saxlasın. Allah arzusuna, diləyinə çatdırsın. Amin. Hər birinə çox təşəkkür edirəm. Allah köməklər olsun. Kim ki, bugünkü gündə mənim balamı sevindirdi. Hər şeyin, hədiyyənin azı çox olmur. Allah hər birinə çox sağ olsun. Hər birinə təşəkkür edirəm. Hər şeyə görə çox sağ olsun. Allah qardaşlarını artıq eləsin. Amin. Amin inşallah. Kasıflara dəstək olanların Allah balasını saxlasın. Sağ ol. Sağ olun. Allah köməyiniz olsun. Hə, gözəl izləyicilərimiz, növbəti 2 payımız durur. Onu da burada ağır şəraitdə yaşayan ailə var. Biri xərçə xəstəliyindən rəhmətə gedib. Allah bütün qazilərimizə şəfa versin, şəhidlərimizə rəhmət eləsin. Yəqin ki, yadınızda olar. Burada qazi Hüseyin qardaşımızın evi tikilərkən həmən o rəhmətə gedən Ağsaqqal elə Hüseyin qonşusudur. Gəlib orada bizim çəkilişimizdə də düşübdür. Xərçə xəstəliyindən çox əziyyət çəkirdi, rəhmətə gedibdi. İndi bir dənə yoldaşı qalıbdı. Bax, onun üçün də ərzaq almışıq. Çox sağ olun. Təşəkkür edirəm. Allah qazancınızı bol eləsin. Allah ruzinizi bol eləsin. Allah malınıza, mülkünüzə bərəkət versin. İndi isə gözəl izləyicilərimiz növbəti çəkilişlərimizə gedirik. Xahiş edirəm videomuzu sona qədər izləyin, kanalımıza abunə olun. Bax, belə az təminatlı yaşayan ailələrə kömək eləyəyəm. Valla fani dünyada yaşayırıq. Allah canlarını sağ eləsin. Sağ olun bacım. Təşəkkür edirəm. İnşallah Allahın izni ilə telefonum açıqdır. Nəsə olsa mənə zəng Allah eləyərsiniz. köməyin olsun. Şad xəbərə zəng eləyərsiniz də inşallah. Allah o gələn balamızın da ayağını düşərli eləsin. Sağ-salamatçılıqla inşallah. Yaxşı evlad qismət eləsin inşallah. Sağ olun. Allah olmayanlara da qismət eləsin. İçində də mənim xalam nəvəsi olmaq şərti ilə. Allah hamısını köməyini versin. Sağ ol, sağ ol. Hoş gördük o nəfəsi. Sağ olun, yaxşı. Bu günlərim gözəl qardaşlarımız, bacılarımız pul göndəribdi. Sizə də ərzaq alıb gətirmişik. Allah yoldaşımıza da rəhmət eləsin, məkanı cənnət olsun. Xeyirxah qardaşlarımız, bacılarımız pul göndəribdilər. Bir payda sizə gətirmişik. Şirin alın. Çox sağ olun. Allah göndərənlərin canı sağ eləsin, bir qat əvəzini versin. Amin. Allah sizin də canınızı sağ eləsin. Belə həmişə belə yardım eləyirsiniz. Allah ömrünüzü uzun, canınızı sağ eləsin. Çox sağ olun. O göndərənlərin də yenə Allah min qat əvəzini versin. Amin. Amin inşallah. Bax, bu anamız burada qalır. Tək tənha yoldaşı idi, özü idi. Yoldaşı rəhmətə Heç yerdən gedib. köməyim gəlmir. Özüm şəkər xəstəsi. Allah İkinci şəfa qrup versin. əliliyəm. Valla, yəni elə imkanım yoxdur. Yəni göndərənlər Allah çox sağ kömək olsun. eləyənlərin canı sağ Canı sağ eləsin. eləsin. Allah ömrünü Amin, amin. Ağırdı bu, sən götürənməyəsən. Buyurun bunları bir Elə daşıyır. onu söz elə yox. Sonuçuna qoyun, əziyyətinə çıxan qardaş. Allah, Baş. Allah ömrünüzü uzun eləsin. Sağ olun. Burada yaşayır bu ailə. Görürsünüz də. Qarıqdır, qaxalda qalır. Qaxalda qalır. Neçə burada yaşayırsınız?
Belki de 10 ile yakın olur, 12 ile yakın olur. Burada yaşayıram. Ye, qarğıda İmkanım qaldı yoxdur. biliyorsun. Gəl şəhərdə evi zaten tikət bilmirəm. Belə qalmışıq belə burada. Allah kömək olsun. Allah Sağ ol. yardım edən qardaşlarımızın, Amin. bacılarımızın canını sağ eləsin. Amin. Allah köməklərində Bir dursun. də bir şey vurğulayım, gözəl izləyicilərimiz. Birdən deyərsiniz ki, Xəqani qardaşımızı birinci səfərdə Askidə gördük. Dünən ilkin balan velosipedi qırılıbdı. Sıvarqa vurmuşam, gözümə düşüb, ona görə Aski taxıram. Allah kömək. Sağ ol. Oxu etibarım yoxdur, ağırdı. Şirvanlı çiyələkdir. Yenə çox sağ Hala. ol. Burada malətə də var. Bütün çolpa da var. Sağ ol. Onları xala deməyə qoy. Allah köməyinizdə dursun. Yenə deyirəm, Allah min qat əvəzini versin Amin. hamınıza. Göndərənlərin də, sənin də Allah tala başından həmişə töysün Xəqani qardaş. Sağ Allah ol. ömrünü uzun eləsin, sizin də Allah canınızı sağ eləsin yenə deyirəm. Sağ ol, Çox sağ sağ ol. olun. Müəllimlə birlikdə kamera arxasında olan Bayar Xıdırov. Təşəkkürlər. Sağ ol, Allah şükürlər. Əziyyət çəksən sən. Amin. Borcumuzdur valla. Allah köməyinizdə dursun. Sağ ol ana. Çox Allah sağ ol. şükürlər. Şirin ağzından yeyib biz getdik. Gəl biz də kəsək. Sağ ol. Gözəl qardaşlarım, gözəl Azərbaycanımın mərd oğulları. Bax bu evdə xalqın birliyi sayəsində kanalımızda gözəl xeyirxah qardaşlarımızın, bacılarımızın sayəsində Qazi Hüseyn qardaşımızın evidir. Allah canınızı sağ eləsin, ömrünüz uzun olsun. Bax Hüseyn qardaşımızın evidir. Xalqıma qurban olaram. Allah xalqımı var eləsin. Salam aleyküm. Sen atarsan. Otur, gətirsən ay. Ağlamısan yenə, eləmi? Nasılsın? Sağsın nətər? Sağ ol. Vəziyyət nətər? Belə. Şeyin nətər vəziyyətlər? Yaxşıdanmı? Yaxşı ol, yaxşı ol. Xeyirli olsun da, zaboru hazırlayırsan, ha? Yavaş yavaş. Allah xeyir versin, yaxşı versin. Allah belə yardım edən qardaşlarımızın, bacılarımızın canı sağ eləsin, ömürləri uzun olsun. Ruzi bərəkətləri bol olsun. Aysan, işlər güzel nətər? İstəyirsən mi? Abi şəkil. Sağ ol, ay Turanə bacı. Gözəl insanlar qapımı açır. Həmişə siz gələsiniz. Sağ ol, nətərsiniz, nə var? Valla elə bir günəş doğdu qapımızda. Ne yaxşı insanlar qapımızı açır. Siz xoş gəlmisiniz. Xoş Sağ ol, gəlsin. sağ ol, sağ ol. Həmişə xoşunuza gələr. Hamı tanıyır da Sağ ol. Bayar Xıdırovu. O zaman yəni müailə belə vermədilər. 44 günlükdə. Allah canınızı sağ eləsin. Eşitdim. Qazilərimizə şəfa versin. Gözəl izləyicilərimiz, bax bu 2 dənə ailəyə ərzaq verdik. Yəni sağ olsun Allah canlarını sağ eləsin göndərən qardaşlarımızın, Turanə bacı, qonşumuza da burada verdik. Allah köməyinizdə olsun. Yəni yoldaşı rəhmətə gedəndən vallahi həqiqətən imkanı çox zəif adamdılar. Boşda xəstə qaldılar, vəziyyətləri də pisdir. Özü də ikinci qrup əlildir. Allah kömək olsun. Şəkəri çıxıb. Və gözəl Sizə izləyicilərimiz. dediyim ailənin biri də budur. Bax bu vaxtında Turanə bacı yaşayırlar. deyibdi, bax görürsünüz də. Bax bu ailə budur. Suyun deyir ora xarabdır. Gərək biz Yollar fırlanaq pisdir. belə o biri tərəfdən gələk. Yollar deyir xarabdır. Elə bax buradan götürüb, buradan yer var, adlayacağıq o tərəfə. Videomuzu izləmədə qalın. Allah malınıza, mülkünüzə bərəkət versin. Valla ən böyük sabah bax budur. Bir də bir şey vurğulayım. Gözəl izləyicilərimiz elə bax məhz bugündən inşallah statusumuzda da paylaşım olunacaqdır. Bugündən qurbanlıq, qarşıdan qurbanlıq gəlir. Qurbanlığa görə yəni büdcəmizə pul yığılacaqdır. Heyvanlar alıb ehtiyacı olan insanlara qurban kəsib, qurban ət paylayacağıq. Kimin gücünə çatdırırsa köməklik eləyər. İnşallah
Gücümüz satan qədər heyvan alıb kəsərik, ehtiyacı olan insanlara paylayarıq. Bir də şey, köməklə onu gəl birini sən götür bana. Atdan götür bana. Turanə bacı, bazar götürün ha. Kim Allah'ın razılığı üçün ehtiyacı olanın əlindən tutsa, Allah Taala da onun özünün möhtac olduğu bir zamanda ona etdiyi yaxşılıqlardan daha çox mükafat verər. Allah dünya müsibətləri və kədərini ondan dəf edər. Kim bir müminin kədər və çətinliyini aradan apararsa, Allah da onun dünya və axirət kədərlərini aradan aparar. Burada yaşayır bu ailədə. Allah'ın olsun kolum kırıldı. Stop öyle geçsene. Selam aleyküm. Aleyküm selam. Hoş geldin. Amin atarsınız. Sağ olun, sağ olun. Sağ olun. Ha bunu koy ver. Salam aleyküm. Atar salam. Ha bunu koy ver kazanam kolum kırıldı Allah. Oy Allah. Sen şeyden benden de ağırdı. İyi sen iyi. Değerli izleyicilerimiz, gördüğünüz kimi bu aile de burada yaşayır. Çölü dəmirdi, səhərdə kapırındı, yoldaşıdır, özüdür ve bir dənə də qızı var ilə. Allah saxlasın. Bunu günlərim Rusiyada yaşayan Azərbaycanlılarımız, xeyirxah qardaşlarımız pul göndərmişdi ki, kasıb ailələrə ərzaq alıb apararsınız. Ona bir payda sizə gətirdik, şirin ağzına yiyin. Çox sağ olun. Canınıza sağlıq versin. Köməkli eləyənlərin də ömrünü uzun eləsin. Amin. Allah belə əvəzini versin. Bizi bugünkü gündə yada salıb. Bizi yoxladığınıza görə, vəziyyətimizdən maraqlandığınıza görə, dolanışığımızdan maraqlandığınıza görə çoxlu təşəkkürlər edirəm. Sağ olun, çox sağ olun. Şirin ağzına yiyin. Allah göndərənlərin də qazancına bərəkət versin, malına, mülkünə bərəkət versin. Allah Teala xalqımızı var eləsin. Biz hərənin bir güc aldığı nöqtə var. Bizim də o güc aldığımız nöqtə qürbətdə yaşayan Azərbaycanlılarımızdır. Görürsünüz də gözəl izləyicilərimiz bu şəraitdə yaşayır. Yer adi torpaqdır. Linomin çəkibdilər üstündən. Biz tərəfdən buna məktəb deyirlər də, bizdə məktəb üçün verirlər buna. Bax, bunun birində bunlara verilmişdir, bax, bu ailə burada yaşayır. Allah özü kömək olsun, Allah qardaşlarımıza can sağlığı versin, bacılarımıza can sağlığı versin, Allah malınıza, mülkünüzə bərəkət versin və gözəl izləyicilərim, bugünə olan çəkilişimizi eləməz bu yerdə yekunlaşdırırıq. Allah sizləri var eləsin, Allah canınızı sağ eləsin, qurbanlığa pul yığılacaqdır. Kimin gücü nəyə çatırırsa pul göndərər inşallah. Yenə bax belə ailələrə qurban əti kəsib paylayarıq. Allah var eləsin, Allah sizləri qorusun. Şirin ağzına yiyin. Çox sağ olun. Allah canınıza can sağlığı versin. Yardım eləyənlərin də ömrünü uzun eləsin. Gəlib bizi yada salanların da canına can sağlığı versin. Çox sağ olun. Sağ olun, çox sağ olun. Allah belə sizə əziyyət eləməsin.